Məşqçi təlimatlar verir. Məşqçiyə dönüb baxırsan Alfonso Davies. Qapını açanda Ronaldo da yeməkxanadan çıxır. Oyuna çıxmısan qabağında Toni Kroos deyir. Bəlkə də yatsam yuxuma gəlməz. Lovren mənə deyər ki, formamı ver. Biz bunu bacarırıq, biz bunu eləyə bilərik. Çox real bir təklif gəldi. Real Madriddən Realla müqavilədə razılaşa bilərik. təklif demişlər, bəs Marcelo ilə Zameni oynayacaq. Həqiqətən də böyük maraq var. Deyərəm baxarlar. Təsəvvür elə ki, 90 plusdur, 90 plus 2 özdə. 90 plus 2 özdə bilsən necə? 1 dəqiqə 45-ci saniyə qol vururlar bizimkilər. Dünya çempionu olurlar Emin. Bizimkilər. Bizimkilər də. Təzəvvüc oldu mu? Dünya çempionu. Dünən yuxuda görmüşəm onu. Böyük futbolda. Ha, böyük futbolda. Amma boş şeydir Emin. Oyanmışam ki, əslində boynumda o medallı dostlar. Bu medal bugün podkastda həmin bu medalın deməli qalibləri bizim qonaqlarımız Azərbaycan milli mini futbol komandasının üzvləri, hansı ki 3 gün əvvəl çempion oldular, dünya çempionu olublar. Bu Ramiz Çovdarov, bir də ki Təmkin Xəlilzadə. Xoş gördük sizləri dostlar bizim podkastımızda. Çox sağ ol. Necədir? Bax bu ən birinci təəssürat elə bax indi isti. Bax nə hiss edirdiniz və bu nə vaxt deyilənə görə hər bir sevincin sonu vardı. Amma bax indi 3 gün keçib nə hiss edirsən? Çox rahatıq. Yəni biz bunu bacardıq. Şükür Allah. Yəni bütün komandamız, federasiyamız, bütün əməyə keçənlər hamısı, yəni bunun üzərində çox əməklər keçdi, çox əziyyət çəkdik. Şükür Allah, bacardıq, sonunda bunu bir tarixi yazdıq və Cənab Prezidentdən də təbrikimizi aldıq, bütün millətimizə. Yəni belə bu sevinci yaşatmamıza görə biz də şadıq, hamı da yəqin ki şaddır buna. Şad deyil, indi deyim şad deyil, çox şad. Çünki bu belə bir şey görmək, yəni canlı özdə hər gün, gündən günə bunu mənim yadımdadır ki, hər gün artdıqca insanların sayı o qədər artırdı ki, artıq yer yox idi. Yəni həmin o futbol meydançasında. Təbii ki, sən bəs nə hiss edirdin, nə hiss edirsən indi bu 3 gün keçəndən sonra? İlk növbədə həqiqətən dəvətiniz üçün çox sağ olun. Yəni bizim özümüzə də maraqlı oldu. Çox maraqlı bir layihəmiz var. Sizə uğurlar arzulayıram öz işinizdə. Həqiqətən də sənin də qeyd etdiyin kimi, yəni elə yuxular var ki, adam o yuxudan həqiqətən də oyanmaq istəmir. Elə deyək, bizə yuxu kimi gəlirdi. Amma düzdür, əsas məsələ odur ki, biz inanırdıq. Uşaqlarla danışırdıq, özümüzlə danışanda inanırdıq ki, biz bunu eləyə bilərik. Allaha sonsuz təşəkkürlər olsun ki, biz bunu bacardıq. Həqiqətən də mən düşünürəm ki, Azərbaycanda keçirilən möhtəbər turnirlərdən biri oldu. Həm istər atmosfer baxımından, təşkilatçılıq başından kimin əziyyəti keçibsə, hamısına buradan sizin vasitənizlə öz minnətdarlığımızı bildiririk. Möhtəşəm hisslərdir, möhtəşəm duyğulardır. Biz ikimiz də xoşbəxtik ki, bu qələbənin bir parçası olmuşuq. Belə deyək də, mən düşünürəm ki, bu bir tarixdir. Həm ölkəmizin adına, həm bizim adımıza. Ümumiyyətlə, bizim elə bir ölkəmiz var ki, Cənab Prezident də qeyd edir. Yəni, bizə həmişə hər şeyin ən yaxşısı yaraşır, ən yaxşısına layiqik. Yəni, sözlər, cümlələr kifayət eləmir, belə deyək. Təmkin və bir sual olacaq, Təmkin həmrəm. Hissədə play-offdan danışmaq istəyirəm. Play-off çox ağır, çətin keçirdi, amma final çox yüngül keçdi. O nəyə görə? Ya da sizin qolunuz? Yox, belə deyək, ümumiyyətlə oyunları udduqca qrup mərhələsi ilə play-off oyunları həmişə fərqli olur. Qrup mərhələsində hardasa axsama olanda ikinci oyundan, üçüncü oyundan bərpa eləmək olur, şansın olur. Amma play-off mərhələ elə bir mərhələ ki, yəni uduzdunsa, turnirlə vidalaşırsan, onun biraz stresi, qrup oyunlarının stresindən daha fərqli olur, belə deyək. Finalın asan keçməyi isə mən elə düşünürəm ki, bir futbolçu olaraq, biz finala kimi də bütün oyunları çox üstün oynamışdıq. Sadəcə biz 1-0 öndə olduğumuz maçlarda ikinci ən vacib qolu vura bilmirdik ki, oyunumuz daha da rahat geçsin. Finalda isə tam əks oldu, belə deyək. Uşaqların hamısı çox sağ olsun. 3-cü dəqiqədəki qol və dayıca 2 dənə qol, 2-0, 3-0 məncə rəqib həqiqətən də sındı oyundan, qopdu oyundan və daha rahat oynamaya başladıq. Amma belə opşi çempionatı analiz etsək, mən düşünürəm ki, 7 oyunun 7-sində də birbaş bütün rəqiblərdən üstün oynamışıq. Bunu baxanda da görmək olur. Sözün yaxşı mənasında əzmişik onları, əzib udmuşuq. Düşünürəm ki, layiq olduğumuz qələbəni qazandıq. Abi səndən də bir saniyə yadımıza salaq bizim izləyicilərimizə ki, biz futboldan danışırıq, mini futboldan. Yəni fikirləşirik biz mini futboldan danışırıq. Xatırlatmaq lazımdır. Hər dəfə bunu xatırladacağam. Mən sual aram sənə. Bir dənə də əlavə bir sual. Bu Sam Fitzgerald'da kim belə qorxustu ki, mərkəzdən öz qapısına qol vurdu?
Yox, ora Orada o necə baş verdi? Həqiqətən maraqlıydı. həmin o oyunçu özü komandanın həm blogerlik işi ilə məşğuldur, həm komanda çəkilişlərdə də onun bir videosu var. O TikTokda çıxdı qarşımıza. Qayıdıb ölkəsinə, öz evində oturub. Və bizim oyuna baxır, Montenegro ilə oyuna. 2-1 biz udduq, finala çıxdı Azərbaycan. Və deyir ki, burada biz olmalıydıq. Yəni, yox, ciddi deyir, yox, ciddi söhbət edir. Yəni, bir video hazırlayıb. Həm öz baxıcılarına, ya həm də belə millətə bildirib. Çünki orada bizimkilər də var onun yəni, takibində. Bildirir ki, burada biz ola bilərdik, Amma biz indi evdəyik və çevirir belə öz pəncərəsindən çölə baxır, İngiltərədədir. Oturur evdə çölə baxır. Sonra isə onu əlavə video əlavə eləyir, çıxır çöldə oturur və deyir, öz videosunu göstərir bizim oyunu. Ki, çönür öz qapısına vurur. Qapısına vurmaq o şey deyil. İndi çox insan deyirdi, çöndü, qəsdən oldu, oyun satıldı. Ay belə oldu. Yəni bu söhbətlər çox idi. O satılıb o siqaret nədir? Satılıb. Bekarlar yəni çox idi elə danışanlar. Amma bu həmin insanın özü bu o videonu qoyur ki, özü çönür öz qapısına pas verəndə anlaşmamazlıq olur. Çünki biz orada pressing edirik. Həmin oyunçu solaxaydı. Bu çönür geri sağla verir pası. Hə, sağdan verdi. Çünki bu özündə nədən odur ki, qapıçı yəni ordadır, yerindədir. Qapıçı da o momentdə videoda var. Yəni qapıçı qabağa yerini dəyişəndə bu çönür ki, yəni biz pressiyin başqa yeri yoxdur. Həm də onların fikri oydu ki, penaltiləri aparmaq ki, bəlkə orada nəsə ola bilər. O həmin momentdə çönür, özü bək verir. Yəni oradan bilinir ki, yəni sağ ayaq solaxaydı. Oyunda da görə bilər, yəni videodakı o adam solaxaydı, amma sağla Amma çönür. səs vermədi, eləmədi. Səsdəki o yenə də bizim azarkeşlər sağ olsun ki, onların da əməli. O imkan orada. Ramizin sözünü bağışla kəsirəm Ramiz. Bir-iki dənə nüanslar var ki, detallar. Mən sizə deyim, Rumıniya, İngiltərə, Montenegro, bir də Macaristan final çıxmaq şərti ilə o 3 komanda üçü də play-offda bizlə kim oynadısa, hamısı oyunu əlavə penaltilərə aparmaq istəyirdi. Çünki onda görürdülər şansı ki, bəlkə elə o da bilərik. Bu oyunun içində hiss olunurdu. Biz oyuncular oynasaydık və həqiqətən də Ramiz demiş, azarkeşlərimizə təşəkkür edirik ki, o baskının altından heç bir ölkə çıxa bilmədi. Rumıniya, yox həqiqətən. Rumıniya da həyəcanlı oynadı bizlə, Montenegro'da. Yəni o baskın hissədə İngiltərənin öz oyunçusunun məsələn sonu belə vurmağı, məsələn siz deyirsiniz eşitmirlər. Yəni mandrajda oynadılar bizə qarşı. Bu da böyük üstünlüyüdü. Biz doğma meydanda oynayırdıq. Mükəmməl alındı hər şey, belə deyək. Yəni həqiqətən. Və bir də o sözümə əlavə edeyim, o videonun sonunda həmin o insan ki, deyir ki, mənim bu səhvimdən sonra biz evdəyik, həmin o insan ağlayır orada. Yəni, belə şey danışmadı. Yəni bu qədər də olmaz. Kövrəldirsən bizi. Belə şey. Kövrələnlərə deyirəm də biraz yüngül. Mən kövrəlirəm. Özdə ki, deyilənə görə tam ki, o həmin o azarkeşlər var idi, gəlmişdi. Onlar əvvəlcədən ingilis dilində söyüşlər öyrənmişdi. Ki, onlar biraz çalışbaş salsın. Bizim azarkeşlərdə normaldır. Özdə hər dəfə yeni məsəl üçün Rumuniyada rumun dilini öyrənirlər. Gəlib orada çaşdırsınlar onlar. Pas ver rumun dilində. Treşko. Yəni çaşdırırlar. Yəni hə də o elə bir ki, o söz var, evdə həm doğma divarlar kömək edir. Yəni doğrudan belə oldu. Bu gün də elə yer gəlmişkən sözümü nəyə gətirirəm? Biz bu gün Ray kofe barındayıq və bu Ray kofedə çox dadlı limonadlar və hərdən vişinka nədir Azərbaycan dilində partilər olur. Amma bunu öyrənmək üçün zəng edin nömrəylə sizə deyəcəyik. Uşaqlar ümumiyyətlə çempionat başlamamış qabaq fikirləşirdiniz ki, gəlib çempion ola biləcəksiniz. O şanslarınızı nə qədər görürdünüz çempionatdan öncə? Real şanslarınız var. Necə var elə deyin. Real yəni 100%'lik heç kəs bizdən yəni o fikirdə olmayıb ki, biz bu gün başlayırıq 100% çempion. Təmkinə demirdin ki, təmkin bu il məşqi buraxaq, onsuz da çempion bizi. Yox, şükür Allaha. Uşaqlarımız. Düşünmək istədim, yox, olmuyor həqiqətən, olmuyor. 2 ay ərzində əziyyət çəkdik hamımız. Bəhrəsini gördük şükür Allaha. Və məşq buraxmaq, kimsə olurdu məsəl üçün məşq buraxmaq zədə baxımından ya başqa belə. Yəni o da normal olan bir şeylərdir. Amma belə yəni oyuna məşq eləməmək, ay burada məşq buraxmaq zədə elə şey yox idi. Onun üçün də yəni sonda bir nəticə olur. Yəni işdə birlik olursa, bir də bu birlik olmalıdır, komanda şəklində olan bir şeydir.
bu birlik olmadısa, yəni nəticə qazanmaq biraz çətin məsələdir. Və burada da bizdə də bu olduğu üçün və bunu da sübut elədik. Allah şükür gəldik, çempion olduq. Yəni o momentdə ki, bizim o fikrimiz deyildi. Yəni biz də %100 gəlib çempion olacağıq. Yox. Əziyyət çəkdik. Sonuna qədər əziyyətimizi, yəni nəyimiz var, qoyduq ortaya və şükür Allah İndi həm çempion olduq. Avropa çempionusuz, həm də dünya çempionu. Bəli, Avropa çempionunda mən olmamışam. Onlar da bizim uşaqlar olublar orada. Ta onu saymırsan, nə oldu? Yox, saymaq yox, saymaq. Yəni şəxsi titul. Yəni Komanda olaraq nəzərdə mən orada olmamışam. Milli olaraq olmuşuq, Uşaqlarımız bəli. olub. Amma burada isə mən də olmuşam. Həmən o Avropada olan uşaqlar da burada olub. Həm də Əksəriyyəti çempionatın yoxdur. ən yaxşı oyunçusu seçildi. Çempionatın da ən yaxşı oyunçusu seçildim, şükür Allah. O da mənim komanda yoldaşlarım, məşqçi, bizim azərkeşlər sağ olsun ki, bizə o motivasiya, o gücü verdilər. Şükür Allaha da çempionatın ən yaxşı oyunçusu seçildim və onu da yəni, meydançada göstərdik. Tural Məmmədli həmişə şərtdə deyirdi, öz uşaqlarımız. Bəli, o da yenə öz uşaqlarımız. Ləzzət eləyən, yəni öz uşaqlarımız çox, yəni həqiqətən adam legioner yoxdur burada, hamısı yerli uşaqlardır və Ramiz danışdı, lazım olan şeylərdir. Biraz əlavə eləmək istəyirəm nəyi? Biz ölkə olaraq məsələn ora gələnlər, evdən baxanlar televiziya qarşısından, məsələn siz olan hissəni görürsüz meydançada 50 dəqiqə oyunu uddular, amma bu 2 ay ərzində həqiqətən də o belə deyək, pərdə arxası deyilən şeylər üçün var. Biz ora necə hazırlaşmışıq, nə məşqlər keçmişik, nə hamı evdən, eşikdən uzaq, ailədən uzaq. Yəni 2 aydır o ölkəyə getdik, Zbora, ora getdik, Tuncaya, Bakıda otelə yığışdıq, qaldıq, məşq, günə 2 məşqlər. Öz aramızda da həqiqətən belə bir rahatçılığımız heç vaxt olmayıb. Biz dünya çempionu olacağıq. Amma inam, dəhşət var idi özümüzə və potensialımıza bələdiydik. Yəni bizdə həqiqətən də bu futbolu oynayan uşaqlar çox bacarıqlı uşaqlardır. Mən bunu əminliklə deyirəm, çəkinmədən ki, istər Rumuniyası olsun, istər Qazaxıstanı, bu futbolda kim yaxşıdırsa, orada da var yaxşı futbolçular. Amma bu qədər yoxdur. Bizdə olan potensiallı uşaqlar qədər yoxdur. İstər Ramiz, istər Elvin, Vüsal, mən hamıya bir-bir ad çəkmək istəmirəm. Bizim keyfiyyətimiz çoxdur onlardan. Və biz onun üstünə belə deyək, öz taktikamızı qoyduq, məşqçilərimizin əziyyəti, bizə keçilən şeylər, bizə başlanır. Hamısı bir yerdə tokda gəlir və bu medala sahib çıxdıq, bu kuboka sahib çıxdıq belə. Həmçinin inamdan danışdın. Rumuniyada 2-4 uduzandan sonra уже başa düşdünüz ki, əsas konkurent birinci sayılan komanda da o qədər güclü deyil. Belə deyək, biz onsuz da zaten öz oyunlarımızdan da əlavə otel otunda digər maçları izləyirdik. Rumıniyanın uduzmağını biz nə yalan deyim, mən öz adımdan danışım, məncə uşaqlar da elə düşüb. Elə bir rahatçılıq bizə gəlmədi. Ay Rumıniya zəifdir zat. Mən Paftbolin tərəflərini fikirləşdim ki, ola bilər Rumıniya stadından oyna %100 nastroyla ilə çıxıb, rahat oda biləcəklərini düşünüb, biraz boş oynayıblar, ola bilər belə bir şeylər. Amma hə, Sad Rumıniyanın 4-2-dan da biz də belə düşündük ki, yəni bunlar da o deyil. Rumuniyada o deyil, yəni bizə problem yarada biləcək bir gücdə deyirlər. Hətta 8-də 1 oyunda mən deyim ki, onlarla oyuna baxdıqda, sən də yəqin ki, razılaşarsan Ramiz, biz yenə üstün oynamışıq onlardan. Biz üstün oynamışıq, sadəcə bizim epizodlar qolla nəticələnməyib və onlar öz istədiyinə nail oldular, penaltilərə apardılar oyunu. Penallarda isə düşünürəm ki, yəni onların üstündəki o təzyiqdən çıxa bilmədilər deyə onlar vura bilmədilər. Biz də şükürlər olsun ki, dəqiq zərbəni yerinə yetirib, qapısımız da Vəli də inamlı çıxış elədi. Şükürlər olsun ki, belə deyək, favoritlərdən ən birincisini bəlkə də deyək də, bizdən sonra dünya çempionu oldular. Dünya çempionu, 6 qat deyəsən Avropa çempionu oldular, onlar 6 dəfə səhv eləmirəm. O oyunda olan motivasiya, yəni bizdə olan motivasiya o birisi oyunlarda yox idi. Yəni mən özümdə elə hiss edirdim. Çünki o oyuna çıxış o idi ki, tam yəni %100 sona kimi vuruşmaq və buradan yəni biz bu qədər azarkeşin yəni qarşısında və bu azarkeşliyin bizi yəni dəstəkləmələrinin qarşısında biz burada uduzub çıxsaq, yəni nə hisslərdən çıxa bilərik, necə çıxa bilərik, onu yaşamaq istəmirdik. O mərhələdə elə bir ilişmək istəmirdik. Yəni 8-də 1-də dayanmaq istəmirdik. Ola bilərdi, futbolda uduza da bilərdik, amma çox üzərdi bizə həqiqətən ki, yəni qrupdan çıxan kimi razı bu boyda millətin qabağında belə oyundan özdə gözəl oyundan mərhələni keçə bilməmək bizi üzərdi. Allah'a şükürlər olsun. Ben düzgün etsem bu oyunda olmuşam. Rumıniya birinci gol vurdu. 1-0 durdu çadı. Sonra ben gittim.
Axırda gəldim, baxıram 4-2. Amma Görsən yəni bayraqlar sən də eynidir. inanmamısan bizə. Yəni orada Yox, Rumıniya çadı deyil. Çadı. çadı, elə Bir bizim- Çada inanmadı. Axırda gəldim 4-2 hesab, amma bayraqlar eynidir. Elə bildim bəlkə mən nəsə düz görmürəm. Onların bayraqları eyni bayraqlar. Baxıram yox, Rumıniyada ulduzdur. Çünki 1-0 olanda mən getdim, sonra qayıtdım oyun axırında. Təbii ki, sən böyük futbolda da neçə illər oynamısan da, orada da sevilən futbolçulardan olmusan həmişə. O Xorvatiya məktəşim keçidin qolunun var idi. Mini futbola keçəndə sənin üçün çətin olmadı? Mənə çətin olmadı. Niyə? Çünki Ramiz də bilir nə deyirəm. Mən böyük futbol oynaya biz futsal uşaqları ilə çox yaxşı münasibətimiz var idi. Bizim Biz məktəbdən vaxtdan çıxıb. çıxsa həmişə oynayırdıq. Sən əvvəldən özün Həmişə hazırlayırdın da. marağım olub, hə. Elə biraz plan qurub düşünürdüm ki, nə vaxt ola bilər. Ona görə amma deyək ki, çox şey öyrəndim. Hə, dəhşətli şeylər öyrəndim. Buranın dəhşətli sirləri var. Bu futbolun böyük futboldan tamamilə fərqli bir şey olduğunu gördüm. Burada belə deyək, standart vəziyyət qola bərabər bir şey olmalıdır. Yəni düzgün əgər istifadə eləsən, amma böyük futbolda elə deyil. Yəni hər dəfə demirlər də standart qol olmalıdır. Elə bir də işləyirlər orada da standartlarınızı, amma belə deyil. Burada məsələn mən böyük futbolda sol cinah müdafiəçisi olmuşam. Mən oyun ərzində qoşulurdum hücumlara. Mən elə bir epizod olur ki, məsələn 70-ci dəqiqədə zaten arxaya çatdırmayanda ya bizim dayaq yaran müdafiəçisi oranı sığortalayırdı, ya passerni zaşnik oranı sığortalayırdı. Amma burada belə deyil. Burada da olur. Amma burada böyük ehtimal özün birə-bir axıra kimi oynamaz. Çünki mən öz oyunçusuma çatmasam, Ramiz məcburdur öz oyunçusunu atıb gəlsin mənim oyuncuma köməyə. Onda fakt elə bir qolda buraxdıq. Bir boş qalır o sanki. Biz Montenegro ilə oyunda elə bir qol buraxırıq. Mən öz oyunçumu atıram, gedirəm köməyə. Orada o oyunçu verir mənim oyunçuma, o da vurur. Yəni belə bir sirlər var ki, diqqət. Yəni bir moment yatsan həyat dayana bilər. Bəs nə yaxşı futzala yox, mini futbola keçdin. Mini futbol mənə futboldan daha rahat. Daha maraqlı Belə, gəldi. Maraqlı həm də daha rahat. Yox, futsal düşünürəm ki, futsalda belə uğurlu olmazdım bəlkə də. Bəlkə də olardım. Həyatda indi onu Ramiz bəlkə də deyə bilər. Ramiz çünki illərdir futsal peşəkar oynayıb deyə. Hə, Ramiz nə deyirsən? Oynaya bilərdim, oynaya bilməzdim. Ramiz də ona, Ramiz çoxdur burada dostlar. Özlərimiz böyük futboldan danışdı təmkin. Sən də böyük futbol ulduzlarla oynamısan. Nədir? Ulduzları Bayaq Almaniyada o başqa. Almaniyada. Almaniyada bəli, Almaniyada onlar başqa bir şeydir. Bizim hamımızın izlədiyi, yəni gördüyü ulduz saydıqları onlar tam başqa bir şeydir. Oradakı abu-hava, oradakı motivasiya belə deyim, orqanizasiya, onlar tam başqa bir şeydir. Onların futbola olan sevgisi, ölkənin yəni balaca bir şəhərində hara baxsan, yəni Futbol meydançası, komandası. çox dəyişik bir şeydir. Mən orada o necə deyim, belə tam başa salamıram, o başqa bir hissdir. Təzəli çoxdur. Havadadır. Mən orada yaşayıram. Bu hava Sən orada havada. yaşayırsan. Bəli. Onlarla da futbol oynayırsınız. Və onlardan da oynayıram. Orada oynayırsan, Meceli bir kimi də. Kimlərlə oynayırsan? oyuna çıxmısan, qabağında Toni Kroos deyir. Yəni bu hissi necə başa salım? Yəni Media Liga kimi bir şeydir də. Yəni Media Ulduzlar Liqası. Ulduzlar Liqası, ikonik. O Amma başqa. arasından keçmiş futbolçular, belə ulduzlar, ekran ulduzlar. Sənin sualımın əslində ən qəşəng cavabı mən həm zarafatla, həm də belə demək istəyirəm. O Toni deyirsən, başqa istəyirəm. Mən çox gözəl başa düşürəm də. Yəni, o oynayıb yəni onlarla. Belə bir epizod olub. Bizdə böyük futbolda çox illər bundan qabaq bir masajist Real Madridin bazasına getdi kurs keçməyə. Orada Ronaldo Real Madriddə oynamaq çox maraqlı bir söhbətdir. Yeməkxanaya girir həmin adam və Ronaldo qapını açanda Ronaldo da yeməkxanadan çıxır. O Ronaldoya jest olaraq yol İspan dilində deyib ki, buyur. Ronaldo qalib ki, yox, siz buyurun. Ronaldo-mla və bu özündə bu xatirəni həmişə gəlib Bakıda danışırdı, çox danışırdı. Ronaldo mənə yol verdi. Böyük bir şeydir odur. Bir də futbolçu var idi, onun adını çəkməyəcəm. Bundan məzələndir ki, bəs də sən də bir dənə Cristiano Ronaldo hər yerdə başımızı xarab edin. Ya sən deyir ona hər həftə CBC-dən İdman Azərbaycandan baxan adamsan. Mən deyir bundan üzbəüz söhbət etmişəm. İndi tam ona görə İndi də mən başqa hisslərdir. O başqa. Əlbəttə orada meydançaya çıxırsan, elə deyim, rəqibin Toni Kroos. İçəridə məşqçi təlimatlar verir. Məşqçiyə dönüb baxırsan Alfonso Davies. Yaxşı. Yəni nə deyim mən? Çox cavandır məşqçi üçün ya. Yəni bu başqa bir şeydir. Neçə oynayırlar orada? 11-11. Neçə yoxsa 5-5, orada da 5-5, o da mini mini futsal kimi. belə eyni bu mini mini kalça. futbol qardaş.
Mini futbol. Yenə də yadımda salıram Baxırdım dostlar, bunlar bizim üç gün bundan qonağımız qabaq baxdım. Azərbaycan mini Oradaydı futbol. bütün günü. Öyle bilirəm, şəklimiz var bir yerdə. Yaxşı Ramiz, bax biz öyrəndik. Təmkin böyük futboldan gəlib, ondan əvvəl futsal oynayıb xoşuna gəlməyib, keçib mini futbola. Bəs sən necə gəldin? Bax ümumiyyətlə indi bax bizim gənclər çox yeni çıxan deməli idman növləri ilə məşğuldur. Həmçinin padel da indi hal-hazırda əmələ gəlir və s. Yəni mini futbol üzrə bizdə necədir vəziyyət? Yəni cavanlar varmı? Necə gedirsən? Özün necə düşdün mini futbola? Danış görək. Mən mini futbola bir dostum var idi, bir 12 il bundan qabaq. Mən böyük futbol oynadım, böyük futbolu buraxdım. Ondan sonra futbol oynamadım. Niyə xoşuna gəlmədi yoxsa? Yox, qutardım futboluna. O bazı nüanslar var idi. Ona görə dedim oynamayacağam, oynamadım və gedib işləyirdim. Almaniyada bunlar Yox, olurdu. burada. Ha, burada. Ondan sonra bir dostumuz var idi, Anar, elə buradan adını vurğulayım. O dostumuz, o mənə dəvət elədi ki, futsal oynayaq. Futsal, mən dedim, futsal nədir? Deyir, belə də mini zalda oynayacaqlar. Mən o vaxtı bilmirdim, yəni açıq deyim. Dəvət elədi, getdim elə futsal oynadım. O vaxt Əli Oyunlar Sarayı, Hə. Göy Teraflex olan vaxtı. O vaxtı gəldi, oynadıq. Və elə gördülər, çağırdılar komandalara, təkliflər elədilər. Elə gəldi, şükür Allah, gəldim, ən yaxşıya düşdüm. Ən yaxşıdan da milliyə düşdüm. Və o da başqa bir isti, məşqçimiz Braziliyalı Alessio. O futsalın yaxşı vaxtları. Futzalın yaxşı vaxtları idi. Futzalın yaxşı oyuncular vaxtı idi. Vitali Borisov, Rizvan Sən o da Fərzəliyev. dünya çempionatına, Avropa Emin çempionatına Kürdov, Qapçı. Şəkərəm sana. Biz də o vaxt, onda da dünya çempionatına iştirak etmişik Kolumbiyada. 2016-cı Bu ildə. studiyada olub məndə. O ilin də ən yaxşı millisi seçilmişik. Hə. Cənab Prezident tərəfindən. Onda da başqa istər yaşamışam. Orada da olan ab-hava. Amma nəinki düzünü deyim, orada olan o azarkeşlərimiz, burada olan o %100 sevgi orada hiss eləməmişik. Yəni özümüzə qarşı. Var ya, kimisə haqqına girənmərəm, dostlarımız, tanışlarımız hamısı sağ olsun. Yəni burada oxunan himnimiz. Himni oxuyanda mən ağlayırdım içdən. Gözüm yəni videoda var. Himni oxuyanda ağlayır. Adam başqa hiss yaşayır ki, sağva hər yerə baxırsan hamı himni oxuyur. Amma orada yəni indi legionerlər var idi, öz oyuncularımız var idi, azarkeşlərimiz var idi, kimisə istəyən var idi, kimisə istəyən yox idi. Oxuyan, oxumayan biraz yəni burada olan o %100 sevgini hiss eləməmiş. Burada yəni Azərbaycan yığmasında olan o səviyyədə. Mini futbolda. Bəli, Mini futbolda, Azərbaycan hə. yığmasında. Yəni zarafat deyil, arena dolu. Uzun müddət bütün məncə arena unudulmayacaq. Yəni elə bir turnir keçdi, elə düşünürəm ki, uzun müddət yaddaşlarda qalacaq. Həm yenə deyirəm, atmosfer, təşkilatçılıq, hər şey yüksək səviyyədə. Əsas millinin komandasına qədər adam gəlmir. Amma Yüksək səviyyə. unudulmayacaqların təmkin çox Biz gedirik. kimdən soruşsa Ondan da jurnalist. çox adam səni unudulmayacaq nəyə görə? O Xorvatiya vurulan qoluna görə. Xorvatiya ilə oyunda 2 dənə ən yaxşı oyunçular var idi. Biri Emil Balayev idi. Emil Balayev. Qapıda çıxartmadığı top qalmadı da ona. Belə deyək ki, orada bax Neçə nəfər keçdin orada? 3 yoxsa 4 deyəsə 3. Brozovic, Lovren. O oyundan sonra Lovreni yoxladılar ki, bu Berkalo. dəqiq odur, yoxsa yox. O oyunda amma mənim ən gözəl, mənə görə olan ən gözəl xatirə oyunda danışacağam sizə. Oyunda mən ehtiyat skameykada başlamışdım. İlk 11-likdə yox idim. Birinci hissə bitən kimi baş məşqçi təlimat verdi ki, indi 12 dəqiqə vaxtım var. Azminka, sonra girirsən sonra. Və mən oyuna girən kimi də düz qeyd elədiniz. Emil Balayev möhtəşəm qurtarışları var idi həmin oyun. Emil buradan salam. 1-0 geridəyik, salam. 1-0 geridəydik. Elə oldu. Mən girəndə bir epizod olur qoldan qabaq. Mən Cavid Hüseynovla divar pası oynayıram. Eyni epizoddur. Girirəm şrafına, sağla vururam. Uqlavoy olur. Orada mənim özümə həqiqətən də biraz inam gəldi ki, oynaya bilərik, imkan Burada verir. artıq boşluq. Keçə bilərəm. İmkan verir. Burada deyəsən nəsə. Burada boşluq var nəsə, buradan alına bilər. Elə oldu 1-1. Amma mənə görə orada həqiqətən unudulmaz bir qoydu. Günü bu gün də vaxt olduqca adam qeyd etdi. O Ramos deyirdi, o finaldakı qola həmişə baxıram, Atletico Madrid deyirəm. Hə, olduqca istər-istəmə baxıram və həm mən mənə gələn rəylərə də baxıram, direktdə Instagramda yazır. Hamı həqiqətən də o qolu xatırladır, yazır mənə. Deyir ki, Xorvatiyaya vurdun qol möhtəşəm. Həmçinin Stadionlarda bu milli oyunlarında da yenə xatırladılar, videolar çıxardıblar. Ən gözəl xatirəm orada Lovren ümumiyyətlə həqiqətən də bayaq Ramzin deyir. Yəni onlar başqa urvendi, başqa səviyyədilər. Yəni Lovren gəlib oyundan sonra biz tuelə giririk.
məndən forma, yəni bəlkə də yatsam yuxuma gəlməz ki, Lovren mənə deyər ki, formamı ver. Həqiqətən deyirəm. Liverpool oyunçu. Bəli, onda Liverpool gəlir, deyir ingilis dilində mənə təbrik edir ki, mükəmməl qol idi və change t-shirt deyir, göynəkləri dəyişə bilərik. Qoyum nə gicdir bu, nə Mən formamı elə soruşdum. sən bir aşıram ki, Üçün götürüb ki, sənin adını sonra yadından çıxaracaq, amma sonra formaya baxsın bilsin ki, Kim qol qabağına Onu baxsa dəyişdik belə, həqiqətən də unudulmaz anlar idi. Çox gözəl anlar idi. Əlbəttə ki, elə istər. Onda biz də, mən özüm də şəxsən fəxr eləmişəm və demişəm ki, bizdə yəni var belə insanlar. Qabağındakına baxmayaraq kim olsun, yəni biz bunu bacarırıq, biz bunu eləyə bilərik. Sadəcə o düzgün yönləndirmək, düzgün siz demişkən təşkilat və yenə də sponsor elə bir şeydir ki, o hər bir yerdə lazımdır. Elə bil ki, bax biz də başlamışdıq bir il əvvəl. Biraz öz hesabımıza, biraz dost tanışla kömək, Elkin var idi, yadındadır. Sağ olsun, Gəlirdi çox kamera kömək. quruldu Elkin, sağ olsun, çox yaxşı. Sağ ol, Elkin. İndi Bugün də gəlin. Ha, Elkin tanımadım necə? Yəni sözüm nəyə gətirirəm soruşarsınız? Sözüm ona gətirmək istəyirəm ki, bəs bizim də artıq sponsorumuz var. Həqiqətən də belə təşəkkür etmək istəyirəm bizim Push 30, bizim baş sponsorumuza ki, belə bir şərait yaradır ki, biz imkan yaradır ki, biz yeni nəsilə idmanı göstərib tanıtdırırıq və onlara idmanı elə bil ki, həyatında tərs kimi Yeni çempion olanları bugün çağırıb çəkirik. Dünən onlar çoxdan çempion idi. Onlar doğulandan çempion idi. Pərvin. Onlar sadəcə olaraq indi bu şəraitlə davam edək. Push 30. Çox sağ olun. Ramiz, dünya çempionu olandan sonra səviyyə də qalxır və sizdən ancaq çempionluğunu gözləyərlər. Yəqin. Avropa çempionatda sizcə bu da çətin olacaq. Stavkalar yüksək. Bundan sonraki çempionatlarda əlbəttə ki, yəni biz elə çıxacağıq, elə bir motivasiya artıq arxamızda olan azarkeşlər, yəni ona inanacağıq və onlar üçün də yenə öz adımız üstündə, öz titulumuz üstündə yenə də çempionluq üçün vuruşacağıq. Yəni o bəzi kimsə fikirləşə bilər ki, artıq çempion oldular, rahatlaşdılar, çıxacaqlar. Yəni burada gözləmə, amma hər idman növü elədir. Çıxıb birinci olmaq istəyirsən. Yəni kimsə, mən inanmıram ki, elə bir insan olsun ki, bugün çempion oldu, sabah geçsin, olmuşuq da, elə belə oynamaz. O şey yox. Bir dəfə uddum bəs. Bəli, bir dəfə uddum bəs. Qalibiyyətin dadı var, ona asıllıq yaranır. İnsan Əlbəttə. qalibiyyət istəsin daha sonra. Bəs qalib gələndən sonra ümumiyyətlə fikir verdinizmi mini futbolda daha da çox insanlar gəlmək istədi, fikirləri və belə oldu ki, Hələ bir həftə olmayıb, biraz vaxt keçsin, onda bilinəcək də. İnan mənə, elə bir yerdə yaşayırıq ki, 3 günə hər şey hər yerə yayılır. Özdə mini futbol başlayandan hamı ondan danışmağa başladı. Hələ çempionluq haqqında söz belə getmirdi. Onsuz da sən onu deyirsən, bu mini futbol poloları hamısı onsuz da haçan gəlsən doludur. 5-5-ə, 6-6-ya hamı oynayır. Mən ki, bizim ölkədə mini futbola həqiqətən də böyük maraq var. Avrokubokda da. Ölkədə futbol var, əslində. Elə baxanda ölkədə futbol var. Bəli. Mini futbolda Çempionlar Ligi birbaşa klubu ilə Çempionlar Liqası Avrupa'da. Son Çempionlar Liqasının qalibi bizim ölkənin birbaşa. Çempionlar Liqası birbaşa. Onu bilirdik biz. Nasıl dünya çempionu, Avropa çempionu, Çempionlar Ligası Həmçinin həmən klubun oyunçuları da var idi bizdə. Həmçinin komplekt hazırdır, hamısını oxumusunlar. Bir də Avropa Liqası qaldı da, Avropa Liqası yox da. Bu futbolda bir dənə Avropa çempionu qaldı. İnşallah o da nəsib olar. Çempionlar Liqasını qazandım, Azərbaycan çempionu olmuşam 2 dəfə. Dünya çempionu oldum. Bir dənə Avropa çempionu. Avropa Mənə yazdılar komanda ki, sən yox idin, hə? Yox, mən onu böyük futbolda. bizə yazdılar, bizə bildirir. Biraz gecikdin, hə? Futbolda. Olacaq. Bilsəydim olacaqlar tezcə. Heç keçərdi. Bilmir hələ. Hələ xəbəri yoxdur. Demə qoy bilirsən. Yox, yaş barədə bilmirsən. Başqa söhbət. Bizlər gəlir. Yaxşı, Ramiz, yarım finalda Serbiya Macaristan oynayanda kimi istəyirdiniz finala görmək? Çox istəmirdik Serbiyanı görmüsünlər finalda. Biz gözləyirdik ki, yəni qarşımıza Serbiya çıxa bilər. Çünki onların oyunu, onlar belə rahat oynamağı, yəni biz gözləyirdik ki, çox güman ki, Serbiya düşəcək və ona da hazır idik. Amma orada da sürpriz komanda, ondan qabaq da bizə sürpriz komanda Montenegro oldu. Orada da bizim gözlədiyimiz komanda o idi ki, Çexlər gələ bilər. Çexlər uzunlu. Çexlər Montenegro yarım finalda da gözlədiyimiz komanda ola bilər ki, Serbiya, Əzbər bilir. Macarlar oldu, Macarlar çıxdı qarşımıza. Avropa çempionatında kim udmuşlar finalda?
Onlar. Yəni Eminə istənilən vaxt, istənilən yerə sual ver 1956-cı il dünya çempionatı. Amma bayaq bilmədi. Saatla Rumıniyanın oyunu, bilmir dəqiq hansı idi. Bilirsən nəyə Bilirsən niyə? Girib arenaya çoxlu adam, küydüyü bol, mən hardayım. Yəni Azərbaycanda baş Ola verir. bilər bir də onu deyib ki, məsələn görüb Azərbaycan oynamır çıxıb gedir ya bu şey. O da ola bilər. İndi yaxşı, Ramiz və Təmkin futbolla danışdıq, bildik hər şey. Çempion, Avropa çempionu, gələcək Yox, Avropa hələ çempionu. olmayıb. Mən də Okay. Çempionlar Liqası. Görürsən bax dedim dedim olacaq. İnşallah. Yəni sözümü nəyə gətirirəm? Soruşacaqsınız. Mən sizə sual vermək istəyirəm. Bəs futboldan qıraqda Ramiz kimdir? Necə yaşayır? Təmkin eyni sual fikirləş gör Ramiz birinci cavab versin. Çox Futboldan qıraqda Ramiz bayaq dediyim kimi Almaniyada yaşayıram, artıq 3 ildir. Və orada ailəm orada, uşaqlarım orada. Uşaqlar orada oxuyurlar, şükür Allah. Orada oxuyurlar, orada Alman dilində oxuyurlar. Və yaşayışı bu dəqiqə orada qurmağa çalışıram. İnşallah xeyirlisi. İnşallah xeyirlisi. Duş priz döş. Bilsin. Bilsin. Bəs. Atsvay. Gute. 1 2 3. Ne? Atsvay. Atsvay. Zozolar. No perfect. No problem. İngiliscə keçdim. No perfect. Təmkin maksimum uzatdığım vaxt ki sən fikirləşəsən. Yəni Alman özümüzdə danışır ki, olmadı Almanca danışma həyəcanlanır. Hələ tutarmayın. Belə orada nə ilə məşğul olur, nə edir, futbol oynayır. Orada da yaşayışımı düzəldirəm. Qulaq asmırsan. Orada da istəyirəm yəni burada tam yaşadığım kimi rahat yaşamaq. Belə rahatdır, şükür Allah. Orada da oynayıram, orada da futbol, yəni Mini futbol oynayırsınız orada. futzalda oynayıram, Bundesliga. Bundesliga. Əsas Bundesliga-da. Futzalda da Bundesliga gedir. Onlara bütün liqalarda. Orada hamısı Bundesliga-da. Yox, futzal Bundesligadır, əsas liqadır, bu liqadır. Belə böyük futbol oynayıram, 7-ci liqada. Hansı komandada? Türk SV. Ha, Türkçə spor. Türk SV, Türklərin komandası. Mənlik 7-ci liqa. 7-ci Tamaşaçılar da bilsin də, bilsinlər ki, bizim Bəli, futbolda Komandasının çempionlar orada oynayır. o Ikon Liga, Ulduzlar Ligası, bir də onu oynayırıq. Yəni indi orada 3 komandada oynayırıq belə. Yəni hamısını çatdıra bilirsən. Belə bir şey. Bilirəm, 3 dənə komanda. Toni Kroos'la oynayırdı da. Dostlar, kimsə o Türk Sval komandasından baxsa bizə bir dənə komment yazın. Çox maraqlıdır. Varmı belə insanlar hansı ki baxacaq? Deyərəm baxarlar. Kommentə görə yazın. Təmkin. Belə deyək də, yəni həqiqətən də biz mən özümdən deyim, futboldan başqa bir sahədə özümü yəni düşünə bilməmişəm. Çünki 8 yaşından beri bu işlə məşğulam, futbola başlamışam. Evdə olduğumuz vaxtlar, ya yenə də inandırım ki, bəlkə də kimsə inanmaz, həqiqətən də məşqlərimiz hamımız olmayan vaxt yenə də istər-istəməz futboldan çıxan birik. Ya televiziyada izləyirik futbol, ya gedib özümüz oynayırıq, uşaqlarla PlayStation oynayırsan. Ya PlayStation, ancaq futbol. İndi ay yarımzad vaxtımız var, belə deyək, istirahətə. Yəqin ki, ailəmizdən vaxt keçirəcəyik, istirahət edəcəyik, amma ondan sonra birbaşa klubun məşqləri başlayacaq, öz klubumuza qayıdacağıq və avqustun 1-dən Çempionlar Liqasına hazırlaşacağıq. Bolqariyada olacaq sentyabrın 17-si və 21-i. Bu arada həm də Zirə klubu da 2 komandamız təmsil edəcək bizi Çempionlar Liqasında, həm Zirə, həm birbaşa. Sən də çox yaxın komandamız. Komandamız, 3-cü komandamız Üçüncü Avro komanda Ligada. hətta, hə. O da Avro Liqada bizi təmsil edəcək. Galaxy. Biz Çempionlar Liqasında Galaxy komandamız. deyəsən Galaxy. Ya Azdur ya Galaxy, ikisindən biri olar Galaxy. Təməlli çempionluq gedir də belə qırmızı. Çox yaxşı. Orada bir dənə mənim şəxsi özümün deyim, bəyənmədiyim nədir o turnirdə? O turniri 4 gün ərzində keçirirlər. Çempionlar Liqası. Neçə oyun? 7 oyunda. Yəni 4 gün 7 oyun. Hə, necə? Səhər axşam oynayırsan. Bir dənə birinci gün. Ola bilər ki, finalı qabaqca oynayırsan. Hə. Amma biz Polşada həqiqətən Varşavada Çempionlar Liqasının qalibi olanda, yəni inanın ki, yarım final oyununda uşaqların taqəti qalmamışdı. Yəni yenə deyirəm, səhər oynayırıq, gedirik otelə, 1 saat yan vaxtımız var. Yemək yedik, yəni söhbət, ayağımızı buz elədik, qaydırıq ikinci oyuna. Yəni çox dəhşət ağırdır. Amma burada şükürlər olsun. Bir şey var. Bu nə deməkdir? 7 oyun 4 gün Orada qaydalar elədi. Orada qaydalar elədi. Biraz qaydalar Orada qaydalar 4 günə bitməli turnir. Burada amma Dünya və Avropa çempionatında isə çox yaxşıdır. Ən azından günə bir oyundur 100%.
Pəncərə də olur ortada. Hələ elə olur ki, məsələn bu gün oynanırsa, sabah istirahət edirsən, o birisi gün oynayırsan, amma Liqa çempionluğunda həqiqətən çox ağır. Xaricdə də dünya çempionatlarını oynayanda o sistemlə oynayırsınız, bizdəki sistem kimi bir gün. Bəli. Ya bir gündən bir ya da günə bir oyun ən az, yəni 2 oyun olmur. Təmkin darıxırsan böyük futbol üçün. İndi yox. Amma darıxırsan. Həqiqətən yox, olur. Məsələn, böyük futbolda öz ölkə çempionatımıza baxanda və yaxud da Qarabağın Avroliqadakı oyunlarını izləyəndə, nəm City-nin oyununa baxanda, Real'ın oyununa baxanda istər-istəməz hardasa gəlir belə insana ki, qalsaydım, oynayardım, yaxşı olur. Amma həqiqət heç vaxt ümumiyyətlə naşükür insan olmamışam, ya deyinən insanım. Allahın bu gündən şükür qədərimdə budur, mini futboldayam. Xoşbəxtəmmi, xoşbəxtəm, bəli. Heç bir peşmançılıq, sabah nə olacaq bilmirik. Zirə adını çəkmə 2 dəfə Zirədə oynamısan. Bəli, 2015-dən 2017-yə kimi 2 il yarım bir dəfə oynamışam. İl yarımda ən axırıncı klubum Zirə olub, Rəşad Sadıqovun rəhbərliyi altında. O şey toplam 4 il, 5 il olmuşam Zirədə. Təmkin bəs sən ən istedadlı oyunçulardan olmusan da öz oynayan ərəfəndə. Niyə xaricə getmədin? Oldu. Bir-iki çempionatlara dəfə həqiqətən real təkliflər oldu. İminli elə Real Madriddən təklif oldu. Yox, real təkliflər. Həqiqətən də Xorvatiyaya vurduğum qol dövründə klubun adını çəkməyəcəm. Türkiyə Super Liqasından çox real bir təklif gəldi. Çox real. Yəni Real Madriddən? İstanbul komandası idi. İstanbul komandası idi. Təsəvvür edin ki, o dərəcədə real bir söhbət idi ki, hətta biz kontraktın şərtlərini razılaşdırmışdıq. Menecerlər, mənim oradakı kontraktın bəndlər zət hər şeyi razılaşdırmışıq. Sadəcə bir problem var idi. Sabah klubundan mən kontraktımı almalıydım, çünki kontraktım var idi və müəyyən bir məbləğ istədilər. Həm gülməli çıxacaq, həm belə yarı zarafat deyim. Yəni onlar dönüş elədilər ki, bizə futbolçuya böyük hörmətimiz var. Həqiqətən də çox istedadlı futbolçudur, amma bu istənilən məbləğ real məbləği deyil. Yəni biz Messini almırıq. Tam səmimi şəkildə milyona yaxın şey istəmişdilər məni buraxmaq üçün. Hətta 1 milyon pul. Deyir, bu pul verib həm 1 milyon klubuna, sonra mənim özümün də maliyyə şərtlərim çox yüksək idi, amma onu razılaşmışdıq. Demişdilər ki, 3 illik kontraktdır. Demişdilər, problem yoxdur, ödəyəcəyik, əladır. Amma o 1 milyonca söhbət çıxandan sonra biraz onlar geri çəkilməyə başladılar ki, biz bu pula gedib daha başqa legioner ala bilərik. Avropadan kimsə götürə bilər. Biz klubu çəkirik, sən deyirsən, hə ya yox. Başaq çəkir. Yox. Yox deməyəcəm. Mən də birini deyim. Beşiktaş olur. Yox. Məncə çox səyaslı. Trabzon dostlar, mən oxumuşam bioqrafiyasını. Trabzonspor olub 2018-dən. Paytaxt deyil komanda. Paytaxt Trabzondurgan paytaxtı deyil. Hə, Amma demişdilər ki, təklifdə demişdilər, bəs Marcelo ilə Zameni oynayacaq. Real dedim mən Marcelo. Ya Real demirdin, sən onda başqa. Biz elə bildik Realdan, amma Real deyil. Başqa Qulaq alsın da, həm də qulaqla görür. Realla müqavilədə razılaşa bilmədik. Müqavilə yox idi. Prosta ona görə. Yox, bu Realda bir oyunçu var idi, oradadsa mən yox idi. Mən gəlməyəcəm. Ramiz, sual cavab verəndə nə ilə məşğulsan? Dedin ki, uşaqlar da futbol oynuyordunuz, değil mi? Belə bir şey demişdin. Yoxsa mənə elə gəldi? Yox, belə şey olmadı. Özüm oynayıram. Uşaqlar məktəbdə Oğlum məktəbdə oxuyur və yeni başlayır. Sualı vermək istəyirdim. Ən çətin böyük futbol, futsal ya da mini futbol? Mənim üçün futsal. Futsal. Bəli. Sürətə görə aramazdı da. Orada olmuşam deyə demirəm. Çox yəni fikirlər eşitmişəm ki, belə futsal. Çünki məsafə qısadır. Yorulursan tez. Tez yorulursan və bu 3 dəqiqədən məsələn 3 dəqiqə, 2 dəqiqə, 4 dəqiqədən bir dəyişikliklər olur. Amma məsələn 90 dəqiqə böyük futbolda oynayanda zona olaraq, məsafə olaraq böyük, hərənin öz zonası, hərənin öz mövqeyi. Bəzən də təmkinlə vurğuladır ki, məsələn, sol müdafiəçidir, soldan məsələn qabağa qoşulur və geri qayıdır. Yol olaraq məsələn bir yolu var, liniyası, ancaq soldan oynayır. Ola bilər oyun gedişatında dəyişə bilər yerini, məsələn oyunçunun arxasınca qaçıb məsələn topu götürmək, müdafiə olmaqda çəkilə bilər sağa da. Amma ən çox hərənin öz mövqeyi olur. Amma futsalda o yoxdur deyə. Futsalda hərə Переходной позisiya. Yer dəyişmə çox olur deyə. Futbol kimi. Yorğunluq tez olur. Qapçı həmişə oyundadır. Yorğunluq və oradakı krasovkalar yerə məsələn oturur, qaçanda diz, topuğun, belin məsələn fiziki cəhətdən biraz tam hazır olmalıdır. Fərq ümumiyyətlə çoxdur, topun ölçüsü. Topun ölçüsü, topu ağırlığı. Oyuncu saxlama da çətindir də. Oyuncu saxlama, oyuncu ilə individual oynama,
Yəni orada bir anda səhv %95-99 məsələn belə deyim, aşağı yuxarı yəni qol ola bilər. Məsafə qısa, yəni qapı, yəni çox yaxın 40 metrə. 40 metrdən bir pasdan sonra qapı 10 metr qapının yanındasan. Pərvin, hər dəfə soruşurlar bizdən necə qonaqları tapırıq və s. Bu dəfə çox maraqlı bir hadisə olub. Emin, Sinif yoldaşlarım Ramizi tanıyır. Yaxşı tanıyır. Ramizi Azərbaycan tanıyır. Bu dəqiqə sən başa sal. Ola bilər ki, məsələn salam söyləmək istəyirsən. Oradakı Salam dostumuzun oğluna, onların komandasına bir motivasiya olaraq, dünya çempionu olaraq və bizə baxıb daha da belə həvəslənsinlər deyə, tam da belə rahat olsunlar və bundan sonraki karyerasında da böyük nailiyyətlərə qazanmaqlarına bir yəqin ki motivasiyamız olar. Köməkli olsun, əlbəttə. Köməyimiz olar. Ramiz, let's go. Buna Rustin də deyəcəm, yəni indi. Rusda eləmədik. Onu kəsərsən sonra. Rustin də deyəcəm, amma kəsdir. Bizdə olar. Ya da çevirərsiniz. Ya bizdə olar. Almanca da deyə bilərsən. Almanca yox, Almanca biraz çətin olacaq, amma rus dilində. İlk öncə onları salamlayıram və buradan передаю привет футбольной команде ФШМ из города Самары, сыну моего друга Наибову Зауру и всем ребятам. Желаю ребятам успеха. Тренируйтесь, и у вас все получится. Все получится, а еще смотрите подкаст. Наибову И Зауру. еще делайте подкаст. Naibov Zaur. Это сын. Наибов Заур. Yəni o bizim sloqanlardan biri idi axırda dediyin. Amma nə? Ramiz olarak çempion. O da yəni bizim ki podkastların arasında necədir? Böyük futbolda əlaydı. Oynadığı mövqeyə görə istifadə edirdim tez-tez. Amma burada mini futbolda qaydalar biraz fərqlidir. Podkata icazə yoxdur. Həqiqətən. Bəs futboldan kənar? Dostlar, kimsə deyə bilər ki, bu sadəcə bir podkast idi, amma bu sadəcə bir podkast deyil. Bugün bizim qonaqlarımız futbol üzrə dünya çempionatının qalibləri, mini futbol üzrə yaxşı deyim onu, mən heç bilməsin. Qonaqları idi Ramiz Çovdarov və Təmkin Xəlilzadə və onun aparıcıları, podkastın aparıcıları əlbəttə ki, Pərvin Qorçu, Emin Əhmədov və mən Rüfət Xələfov. Əlbəttə ki, bizim baş sponsorumuza təşəkkürümüzü bildirmək istəyirəm ki, yenə də podkast eləməyə imkan yaradır. Push 30, biz sizi çox sevirik. Çox sağ olun ki, bizə podkast etməyə imkan yaradırsınız. Nəsə demək istəyirsiniz sonda yoxsa? Biz də öz adımızdan həqiqətən Pərvin, Rüfət, Emil sizə təşəkkürümüzü bildiririk. Mən çox sevindim ki, belə uğurlu bir layihəmiz var. Sponsorlarımıza təşəkkür edirik. Uğurlarınız bol olsun, hər öz işində daha da maraq artsın. Həqiqətən yəni əziyyət çəkmisiniz, xoş qarşıladınız bizi, çox xoş sözlər dediniz. Dəyər verdiniz qələbəmizə. Öz təşəkkürümüzü bildiririk milli komandalarımız. Biz də ondan sevinirik ki, yəni sizləri, xalqımızı, hamını bu nailiyyətlə sevindirə bildik. Yəni buradan da yenə də bütün bizi yəni dəstəkləyənlərə və sizlərə, hamıya, Azərbaycan xalqına hamıya təşəkkürümüzü bildiririk. Şükür Allaha. Ben bunu verəcək. Bir sən necədir, Ramiz gedir. Baxırsan, Almaniya deyirsən. Ağız deyil mi? bir necədir, yaşayırsan, əvvəl qayıtçı, sonra nə bilim, hansısa непонятно, belə şeyləri uduzursan, sonra gəlsən, öyle deyirsən ki, все, mən bir də baxan deyiləm. Bir də görsən, mini futbol izlədir. Adam yenə də baxmaq istəyir. Çox sağ olun ki, bax, o hissləri bizə verir, şey edirsiniz. Gələn həftə millinin oyunu var, stadiondayıq. Mən getməyəcəm, mənim işim var.